Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiya geri çəkildi. Ermənistan və Azərbaycana qarşı qəzəblidir. Şok detal. Qəbələdən İrəvana qayıdan erməni nümayəndələrindən şok açıqlama. Paşinyan və Qarabağ ermənisinin söhbəti. Belə də davam edin. Putinlə Pezeşkiyan danışdı. İrana qarşı yeni müharibə. Plan bəlli oldu. Tehran dözə biləcəkmi? Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İran prezidenti aprelin 11-də İslamabadda baş tutan İran-Amerika danışıqlarını qiymətləndirib, Rusiyaya beynəlxalq platformalarda daxil olmaqla vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkiyan həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib. Putin münaqişələrin siyasi və diplomatik yolla həlli axtarışlarını asanlaşdırmağa və yaxın şərqdə ədalətli və davamlı sülhün bərqərar olması naminə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla aktiv əlaqələri davam etdirəcək. Məlumatda qeyd olunub. Ermənistan baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Kotak və Geqarkunik bölgələrində sakinlərlə görüşüb. Telegraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Həmin görüşlərdən birində yaşlı vətəndaş Ermənistan baş nazirinə yaxınlaşaraq onu tərifləyib. Bütün həyatı boyu ölkədə onun kimisini görmədiyini bildirib. Mən Qarabağlıyam. Həyatımda sizin kimi birini görməmişəm. Ölkəyə çox yaxşı rəhbərlik edirsiniz. Bu insanları məyus etməyin. Allah sizə can sağlığı versin ki, xidmət etməyə, işləməyə davam edə biləsiniz. O deyib. Ermənistan vətəndaşı sülhə görə Paşinyana təşəkkür edib. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Dünən Azərbaycanda keçirilən Sülh Körpüsü təşəbbüsünün 4-cü görüşündən qayıtdıq. Görüş 20+20 formatında baş tutdu. Telegraf xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Ermənistan nümayəndə heyətinin üzvü Arek Koçeryan deyib. Ermənistan və Azərbaycanın delimitasiya olunmuş sərhəd xəttində bütün müvafiq pasport gömrük nəzarəti prosedurlarından keçdik və Azərbaycana səfər etdik. Fakt budur ki, bu formatda artıq 4-cü görüş keçirilir və görüşlərin davam edəcəyi ilə bağlı aydın razılaşma var. Bu artıq özü-özlüyündə kifayət qədər böyük nailiyyətdir. Bu platformadan 38 illik münaqişədən sonra ekspertlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin 4 görüşü nəticəsində cəmiyyətdə böyük dəyişikliklər gözləyə bilmərik. Amma görüşlərin keçirilməsi, genişlənməsi və davam etməsi çox vacibdir. Siz bunların olmaması üçün onlarla səbəb deyə bilərsiniz. Mən isə yüzlərlə səbəb əlavə edə bilərəm ki, niyə biz Azərbaycana getməliyik, niyə Azərbaycan nümayəndələri Ermənistana gəlməlidir. Fikrimcə, bu səfərlər sülh gündəliyinin irəliləməsinə kömək edir. Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün qurulmasına töhfə verir və iki ölkənin hökumətləri tərəfindən irəli sürülən sülh gündəliyini dəstəkləyir, ekspert bildirib. Koçinyanın sözlərinə görə həm Ermənistan, həm də Azərbaycan dövlət rəsmiləri onlara belə bir fikri çatdırıblar ki, artıq iki ölkə arasında sülh mövcuddur, artıq sülh bərqərar olub, indi onun genişləndirilməsi və dərinləşdirilməsi mərhələsi gedir. Bu vacibdir, çünki biz çox vaxt detallardan, prosesdən və gündəlik xəbərlərdən danışaraq ümumi mənzərəni bir qədər bulanıqlaşdırırıq və ya unuduruq. Lazımı işlər görülməsə, heç vaxt sülh olmayacaq. Xatırladaq ki, aprelin 10-dan 12-sinə kimi Sülh Körpüsü təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iki tərəfli dəyirmi masa keçirilib. Nəticəsiz yekunlaşan İslamabad görüşü maksimalist tələblərlə çıxış edən ABŞ və İran üçün razılaşma yox, növbəti mərhələyə keçid imkanı qazanmaq məqsədi daşıyırdı. Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, bu görüşdə hər iki tərəf sülh tərəfdarı olduğunu və anlaşılmazlığın günahkarının digər tərəf olduğunu nümayiş etdirdi. Danışıqları müharibə meydanında qələbəsinin nəticəsi kimi təqdim edən İran masada da üstünlük qazanmaq üçün mövqeyini qətiləşdirdi. ABŞ üçün bu görüş növbəti addımlarına
müxtəlif istiqamətlərdə təzyiq siyasətinə haqq qazandırmaq, hərbi müstəvidə mümkün yeni əməliyyatlarını legitimləşdirmək üçün lazımlı idi. Bundan sonra nə baş verə bilər? Nəticənin əldə edilməməsi ABŞ-nin yarımçıq saxladığı hücumlarını bərpa edəcəyi təhlükəsini aktuallaşdırdı. Lakin hərbi əməliyyatlar sərfəli görünmür. Hava hücumları ilə bağlı rejimin təslim olması ideyası artıq iflasa uğrayıb. Trumpın lazım olan vaxt İranın az qalan hissəsini də məhv edəcəyik bəyanatı da o deməkdir ki, ABŞ ən azı yaxın perspektivdə geniş miqyaslı hücumları bərpa etmək istəmir. Əvəzində təzyiq taktikasından istifadə edəcək. 1. Yenidən hücum ritorikası bu rıçaqlardan biridir və istisna deyil ki, İranın danışıqlarla bağlı mövqeyini dəyişdirmək məqsədi ilə zaman-zaman müəyyən hədəflərin vurulması da baş verə bilər. 2. İrana qarşı iqtisadi mühasirədən istifadə oluna, gəlir mənbələrinin kəsilməsi üçün ticarət əlaqəsi olan ölkələrə təzyiqlər edilə bilər. 3. Hörmüz boğazının blokadaya alınması ABŞ-nin təzyiq taktikasında ilk və effektiv ola biləcək addımdır. Bu kontekstdə İslamabad görüşündən sonra diplomatik müharibə strategiyasından istifadə ediləcəyi, masada üstün gəlmək, digər tərəfi təslim etmək mübarizəsinin başlandığını demək mümkündür. Bu mübarizədə İranın nə qədər duruş gətirə biləcəyindən çox şey asılıdır. Rusiya, Ermənistan və Azərbaycana qarşı qəzəblidir, çünki sülh prosesindən kənarda qalıb. Telegraf xəbər verir ki, bunu Ermənistanın Respublika naminə partiyasının sədr müavini Ruben Mehrabyan deyib. Təkcə bu məsələdə deyil, bir çox digər istiqamətlərdə də eyni vəziyyətdir. İndi oyunu pozaraq geri qayıtmağa çalışırlar. Buna görə də Ermənistan-Azərbaycan təmaslarının müxtəlif səviyyələrdə davam etməsi çox vacibdir. Ermənistan nümayəndə heyəti aprelin 10-da Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissəsi vasitəsilə Azərbaycana səfər edib və oradakı tərəfdaşları ilə görüşlər keçirib. Siyasətçi əlavə edib. Mehrabyan Ermənistanın öz dəmir yolu şəbəkəsinin idarəçiliyinin Rusiyadan alınıb başqa ölkəyə verilməsi məsələsinə də toxunub. Qazaxıstan Xarici İşlər Naziri Yermak Koçerbayevin Ermənistana səfəri və görüşləri barədə danışan sədr müavini bildirib ki, Qazax tərəfi ilə dəmir yolunun konsesiya idarəçiliyi barədə mümkün ssenariləri müzakirə olunub. Rusiya fanton ağrılar içindədir və hələ də anlamır ki, Ermənistan ona qarşı yaxşı seçim edib. İndi ruslar bu konsesiyadan imtina etməli və əlavə maneələr yaratmamalıdır. Dəmir yolu Ermənistanın mülkiyyətidir. Rusiya isə sadəcə idarəçidir, həm də pis idarəçidir. Amma bundan imtina etmək istəmir. Çünki Rusiya üçün konsesiya Ermənistanın siyasi və sülh gündəliklərini pozmaq, ölkəni beynəlxalq öhdəliklərdən yayındırmağa hesablanmış alətə çevrilib.